Və İsrail oğulları, fariseylər və ravvinlər bir ağızdan qışqırmağa başladılar. Barabas, biz Barabası istəyirik. Onlar bir cinayətkarı seçdilər və bununla da İncilin özündə təsdiq olundu ki, əgər yer üzündə insanların çoxuna tabe olsanız, onlar sizi azdıracaqlar və insanların, hətta savadlıların, hətta din alimlərinin belə Allahın sizin üçün istədiyini seçmə gücü yoxdur. Hər dövrdə bir imam var və hər dövrdə bir Barabas var. Hər dövrdə biz seçim etmək məcburiyyətindəyik. Ya Adəmin dövlətində yaşamaq, ya da şeytanın dövlətində. Biz seçirik ki, mələk olaq, yoxsa şeytan. Çoxunuz bu şəkli tanıyırsınız. Onun nəyi təmsil etdiyini bilirsiniz. Və açıq-aşkar burada Adəmin minbərdə olmasını və mələkləri görürsünüz ki, onlar Adəmin qarşısında səzdə halındadırlar. Ona itaət edirlər, ona təslimdirlər. Bax, Allaha bu şəkildə ibadət olunur. Hədisi xatırlayın. Orada nə deyilirdi? Deyilirdi ki, Allaha nə vaxt açıq şəkildə ibadət olunmağını istəsəydi, bu Adəmin dövləti olardı. Bəs Adəmin zamanında, Adəmin dövlətində Allaha necə ibadət olunurdu? Ancaq mələklərin Adəmə səzdəsi vasitəsilə bütün yaradılış Allahın ilahi xəlifəsinə, ilahi imamına, onun tərəfindən təyin olunmuş şəxsə boyun əymişdi. Və burada səzdədən imtina edən iblisi görürük. Beləcə, mələklər Adəmə səzdə edirlər. Lakin Barabasa səzdə etməkdən imtina edirlər. Şeytanlar isə Barabasa səzdə edirlər. Amma Adəmə səzdə etməkdən imtina edirlər. Buna görə də görürük ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və ali Allahın, Peyğəmbərlərin həqiqi dinini və yer üzündəki ilahi idarəçilik metodunu bərpa etmişdir. Və qardaşlarım və bacılarım, günorta günəşindən də aydın məsələ budur ki, dünyanın digər dinlərinin və məzhəblərinin əksəriyyətinin diri rəhbəri yoxdur. Onların hamısı ölü bir peyğəmbərə, məsələn, Muhammed Peyğəmbərə, yaxud ölü bir xilaskara, məsələn, İsa Məsihə inanır, yaxud da diri peyğəmbəri, diri elçisi, diri təfsirçisi olmayan bir kitaba tabe olurlar. Və inşallah gələcək mühazirələrdə bir çox mühüm mövzuları müzakirə edəcəyik. O cümlədən vəsiyyəti və özlərini haqq kimi təqdim edən və diri imamlarının olduğunu iddia edən müxtəlif dinlər arasında fərqi necə ayırt etməyi öyrənəcəyik. Bunun misalları arasında Mirzə Qulam Əhmədin xəlifəsi olduğunu iddia edən Əhmədiyyə firqəsi var. Həmçinin Muhammed Peyğəmbərin sallallahu aleyhi və ali xəlifəsinə tabe olduqlarını iddia edən İsmailiyyə firqəsi var. Bunlara qarşı bizim haqq olduğumuzu sübut edə bilmək metodumuz var. Dinlədiyiniz və bu qədər mehriban auditoriya olduğunuz üçün çox təşəkkür edirəm. Sizi çox sevirəm. Allah sizi qorusun.